Margareta Gertruda Zelli Hollandiyada 1876-cı ildə anadan olmuşdu. Ərindən boşandıktan sonra Parisə gəlib Mata Hari adı ilə şərq rəqsləri ifaçısı kimi məşhurlaşmışdı. Rəqslərinə erotik elementlər qatıb, səhnədə demək olar ki, çılpaq rəqs edərək hamını heyrətləndirmişdi. Avropanı qarış-qarış gəzib, yüksək rütbəli siyasətçi və hərbçilərlə sevgili olmuşdu. Birinci Dünya müharibəsi zamanı deyilənlərə görə bir neçə dövlətə cəsus kimi çalışıbmış. Almaniyanın cəsusu kimi Fransaya qarşı günahkar bilinib tutuqlanmışdı. 10 ay ərzində gedən istintaq zamanı bunu inkar edib və Fransanı ikinci vətəni kimi sevdiyini bildirmişdi. Cəsus olduğuna dair heç bir sübut olmasa belə 1917-ci ildə güllələnmişdi. Edamdan öncə bir badə şərab istəmiş və gözlərinin açıq olmasını rica etmişdi.